Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Ve la'netullah ala a'daihim ecma'in minel an ila kıyami yavmin. Amin ya Rabbel alemin. Rabbi şrahli sadri ve yessirli emri ve hlul ukdeten min lisani yefkahu kavli. Qolmuş şeytanın şərrindən Allaha sığınıram. Rəhman, rəhim olan Allahın adıyla Allahın salam və salavat olsun Peyğəmbər və onun pak əhl-i beytinə. Salam əziz tələbələr və bizi izləyən dəyərli həmvətənlərimiz, hər birinizi xoş gördük. Maarifləndirmə dərsində, təbliğ metodu dərsində bugün 17 yanvar 2026-cı il təsadüf edir, 27 Rəcəb, İslam Peyğəmbərinin məbəs günüdür. Peyğəmbərlik missiyasına başlaması bir gündür bu münasibətlə. Təbrik edim hər birinizi. Allahdan istəyirəm ki, Allah Teala hər birimizə Peyğəmbərimizin ziyarətini və şəfaətini qismət eləsin. Amin. Biz axırın dərs danışdıq. Deməli, təbliğdə nələr mane olur, təbliğə maneləri. Ondan qabaq danışmışıq, təbliğdə nələr olmaz. Bugünkü dərsimiz budur ki, təbliğ fürsətindən yararlanmaq. İmkan düşdü təbliğə, yəni yeridirsə, təbliğ edirik. Peyğəmbərin təbliği tək Məkkəyə aid deyildi, ümumbəşəri idi. Səba surəsi 28-ci ayə. Təbliğin hədəfinin həyata keçməsi üçün müxtəlif vasitələr var. İstəyirsən ki, bu təbliğin keçsin həyata, nə kimi vasitələr var? Həmişə danışmaq deyil də, danışmaq bir mimka, bir işarə, bir geyim hətta. Məsələn, bir gülüş, təbəssüm, hər hansı bir şey, bunlar hamısı vasitələrdir təbliğ üçün. Bir də oxuyuram, təbliğin hədəfinin həyata keçməsi üçün müxtəlif vasitələr var. 1. Kadr hazırlığı və mübəlliğ göndərmək. Özün həmişə ola bilməyəcəksən hər yerdə. Hamı yetişəsən, bu mümkün deyil ki. Mübəlliğ hazırlamalısan, kadr hazırlamalısan. Hər yerə, özü yerə yetişə bilmədiyi üçün mübəlliğlər ezam etsin. Öncə onlara təlim verir və əxlaqi məsələləri təkid edir. Getsən, əxlaqi məsələləri diqqətlə cəmaatı təhqir eləmə. Təbliğin və dini əhəmiyyətin çatdırılmasında bəzi tövsiyələr. Təlimin əhəmiyyəti. Kim birinə bir şey öyrətsə, onun sahibidir. Yəni, onun boynunda haqqı var. Təlimin dəyəri. Kim bir şeyi öyrətsə, qiyamətə qədər o əməldə onun da sahabı var. Bir nəfərə bir iş öyrətmirsən, o işi edir, sahabı qazanır, sən də sahabı qazanırsan. Niyə? Çünki sən ona qoymursan bir növrəsini. Mübəlliğin, yəni din təbliğatının ümumi agahlığı dinin bütün mariflərini bilməlidir. Əxlaq, əhkam, əqaid, bütün savadın olmalıdır. Onu ayaq üstə saxlar. Yəni, elmi çox olsa, artıq bir sıfır irəlidə də bu adam. Elm olmasa əxlaqı cəhətdən təbliğ edəcək. Elm, əxlaq, üstə gəl, elm də olsa, əla. Mübəlliğin ixlası olmalıdır, Allah xatir. Haqqı demədən qorxmamaq, haqqı deməkdən qorxmamaq və şücaətli olmaq. Asanlaşdırmaq, asandır. Deyir, loru dildə hamısı anlaya bilsin. Danışsan qəliz terminlərlə, nə bilim, belə getdi, ismi, feili cümlə, sonra nə bilim, nə oldu, usul elmi, məntiq elmi, qrammatika, nə. Bunun yeri yoxdur. Danış sadə, hamısı anlaya bilsin. Sözün əhlini tanımaq. Sözün əhli.
Yəni bu sözü burada demək yeri deyil. Əsas bu mühümdür ya təbliğdə. Biz çalışırıq ki, harda gəldi, nə gəldi, kimə gəldi, təbliğlə. Yox, elə deyil. Necə, nə cür, nə vaxt və hansı mövzuları, hansı sözləri deməyin çox şərtdir. Mənim bir müəllimim vardı, Ayətullah idi. O mən hətta çıxışını görmüşəm. O dedi ki, sənin sözün həqiqətdir, halaldır, amma cəmaatın beyni hələ ona hazır deyil. O məsələyə birdən-birə girişmə. Mərhələ-mərhələ gəl, cəmaatın beynini hazırla, axıra həm məsələ de. Sən birdən-birə nəticə desən, heç kim səni qəbul etməyəcək. Baxır o da o arağın haramlığı. Məsələn, belədir, elədir, filandır, 4-cü mərhələdə dedi, nə haramdır. O 4-cü mərhələ əvvələ qaytarsa Peyğəmbər, ya sən gəlmirsən təbliğə, Məhəmməd, məsələn, olan deyilən, dedi ki, hə. Araq içsən, haramdır, bu olmaz. Mərhələ-mərhələ. Biz əvvəl uşağın boğazın yolunu açırıq da, kanalını açırıq, ciyəri, mədəsi alışsın. Buna biz axırda veririk o bir yeməkləri. Doğulan kimi Allah bütün bala saxlasın. Onu hamı ana sütü verir, nə verir, axırı gəlib böyük bir ağır yeməyi yeyir.